Elnur Zülfüqarova adlı 19 yaşlı gənc bir aşıq var. Bu əslən Şuşadandır və torpaqlarımız azad olunandan sonra qayıdıb Şuşaya. Vaxtaşırı alaraq öz sazını əlinə alır və oradakı insanları belə deyək, bu musiqi ilə feyziyab eləyir. Ümumiyyətlə, Şuşa bizim mədəniyyət paytaxtımızdır. Musiqi deyiləndə ağlımıza gələn ilk şəhərlərimizdən biridir. Mən elə gəlir ki, sən oğlan özün daha yaxın tanıyırsan, görmüsən. Mən səhv eləmirəmsə Şuşada olanda Eynən. Şuşaya sonuncu səfərimdə biz də Cıdır düzündə gəzirdik. Gördüm bir oğlan oturub orada daşın üzərində. Öz üçün sazda ifa eləyir. Yaxınlaşdım, gördüm yanına gəlirlər. Hətta deyirlər ki, sən canım bir dənə bizim üçün də bu mahnını ifa elə. Və ifa edirdi və hər kəs rəqs eləyirdi. Elə kadrda da biz görürük həmin deməli Elnur Zülfüqarova və arxasında dayanan şəxslər isə Sabunçu rayon 67 nömrəli məktəbin rəhbərliyi və müəllimləridir. Onlar Qarabağa səfər eləyiblər. Bəli, səfər eləyiblər və həm də mahnı oxuyurlar onunla bərabər. Gəlin dinləyək. Biz də alqışlara qoşuluruq. Biz də alqışlara qoşuluruq və Elnur Zülfüqarova bundan sonra da uğurlar arzu edirik. Çox gənc və istedadlı bir insan olduğu o dəqiqə bilinir.